Salam əzizlərim, bugün sizə çox fərqli və çox dadlı bir desert hazırladım. Vafli aparatında bişirdiyim yumuşaq vafliləri götürürəm və aralarına öz hazırladığım şokoladı çəkirəm. Üzərinə isə soda ilə yaxşı yuyulmuş, yarıya bölünmüş təzə çeyrəkləri əlavə edirəm. Bu qayda ilə lay-lay düzürəm və artıq desertimiz yavaş-yavaş tort formasını alır. Sonra kənarlarını səliqəyə salıram. Artıq hissələri blenderdən xırdalayıb yenidən kənarlarına əlavə edirəm ki, tam gözəl və səliqəli görünsün. Üzərini isə meyvələrlə və biraz nanə ilə bəzəyirəm. Nanə elə bir təravət qatır ki, dadı tamam fərqli olur. Resepti isə aşağıda qeyd edəcəm. Yanında isə samavardan süzdüyüm çay. Bu görüntü, bu dad sözlə anlatmaq olmur. Əgər bu resepti bəyəndinizsə videonu bəyənməyi və paylaşmağı unutmayın. Daha çox belə dadlı reseptlər üçün məni izləməyi unutmayın. Növbəti videoda görüşənədək hələlik.